Quran evi. Salam Hacı. Bəziləri Qurana istinad edib Allahın səmada olduğunu deyir. Zəhmət olmasa açıqlayardınız. Eynəma tuvallu fəsəmmə vəchullah. Üzü vara çevirsən Allahın vəchini görərsən. Yəni oradadırsa yerdə deyil. Quranda bir ayə var, həm göydə, həm yerdə də oylaq. Yəni Allahın materiya deyil ki, məhdud gətirək, oturda bir yerdə, bir kürsüdə. Allah materiya deyil ki, yaxşı. Yəni Allahı bu cür təsəvvür eləmək olmaz ki. Allah materiya olsaydı onu gözlə görmək olardı ki. Əziz Allahımız buyur, la tudrikul əbsar, onu gözlər görə bilməz ki, gözlər onu dərk edə bilməz ki, gözlər onu baxa bilməz ki. Yaxşı, bəs Allahı materiya kimi təsəvvür eləmək yanlışdır. Onda Allahdır, məxluqdur. Sənin xəlq etdiyin bir şeydir. Allah olmadı ki. Allahın bir zatı ki var, onu dərk eləmək qeyri-mümkündür. Allahı tanımaq onun feili sifətlərindən mümkündür. O da adları ilə Allahı tanımaq olar. Bu qədər hələ deyirəm də. Və insan da onu tanımaq üçün həm mütaliə, həm də eyni zamanda mərifət lazımdır, mənəvi bir paklıq lazımdır ki, insan mənən paklaşdığı təqdirdə də müəyyən qədər Allahı tanıyır. Zatına gedən yol isə bağlıdır. Çünki zatını tam anlaya bilsək, onun gəlin məhdud olsun ki, baxın, bir şey tanımaq istəsənsə bir hədləri olmalıdır. O həddlərə sığmalıdır və ona tərif verməlisən. Tərif versən, deməli hədlərə sığdı. Hədlərə sığdısa, deməli məhdud oldu. Allah qeyri-məhduddur, məhdud deyil. Allahı məhdud eləmək olmaz. Ona görə əziz Allahımız materiya deyil, o şəkildə təsəvvür eləmək olmaz. Cavad yazır, salam Hacı, Nur surəsi 11-ci ayənin təfsirini deyə bilərsiniz. Nur surəsi 11-ci ayə. Nur surəsi bir dəqiqə. Nur surəsi özü neçənci surədir? Onu yazmayıb, Nur surəsi deməli. Özün baxaram, eyb yoxdur. Nur surəsi bir dəqiqə. Dostlar da bilirsə surəni açsınlar. 24 yazdılar artıq, sağ olsunlar. 350-ci səhifə. Ya Allah. 24-cü surə bəli. Hansı ayə dediniz? 11-ci ayə. 11-ci ayə, ondan öncəki Əlləvlə fadlullah aleykum və rəhmətuh və ənəllaha təvvabun həkim və burada ayə nədən gedir söhbət? İnnəlləzinə cəu bil ifki usbətun minkum la təhsəbuhu şərrən ləkum bəl huvə xeyrun ləkum likulli imriyin minhum mə iktəsəbə minəl ismi və əlləzi təvəllə kibrahu minhum ləhu əzabun əzim. Deməli, bu böhtan ayəsidir. İfq ayəsi, böhtan ayəsidir ki, ehtimal verirəm ki, Peyğəmbərin baxmaq lazımdır, yenə də Peyğəmbərin xanımına bir sürü tarixdə bir böhtan atılıb. O ayə ola bilər ki, Peyğəmbərin xanımına böhtan atmışlar pis bir günahla və Allah da onları qınayır. Hətta başqa bir ayədə əziz Allahımız deyir ki, niyə siz o böhtana qulaq astınız, bir-birinizə danışdınız? Axı, sən bir nəfər sənə gəlir, danışırsa, onu neynəməlisən, saxlamalısan da. Bir də var, eşidirsən, gəlsən bir nəfər deyirsən ki, mən də belə eşitdim, amma düz deyə inanmıram, başlayır danışmağa, o da gedərək belə bir yayıldı. Allah qınadı o camiyyəni, o cəmiyyəti ki, yaxşı iş görmədiniz. Peyğəmbərin xanımına böhtan atılır, siz də neyinirsiniz, şər atılır, siz də onu eşidirsiniz. Yəni, bu şəkildə olmaz. Günah eləyə bilər, günahın eşim yoxdur, amma böhtan ki, onlar atmışdı, pis günahı, o günahı eləməmişdi də. Bəli. Salam, hər zaman xütbələrinizdə uşaq tərbiyəsi ilə bağlı mühüm tövsiyələr vermişsiniz. Bəs əgər uşaq səhv edirsə, uşağı necə cəzalandırılmalıyıq? Xanım Zeynalova yazır. Uşağı cəzalandırmağın müəyyən metodları var, onlardan biri məhəbbəti biraz azaltmaqla, bəzi istəklərindən məhrum etməklə, yəni pik bir həddə yetişdiyi təqdirdə. Ondan öncə amma onu izah vermək olar, başa salmaq olar, bala düz iş görmürsən, yaxşı iş görmürsən, elədiyi işin nəticəsini ona göstərmək olar və o işi başqaları etdi, hansı nələrlə üzləşdilər, onları izah verməklə. Onları başa düşməyəndən sonra ikinci etaba küsmək özü bir dənə bir tənqid metodudur. Küsmək olar ki, yəni uşaq görsün ki, itki var, artıq məndən küsüblər, aydındır. Ya məsələn, müəyyən istəklərlə müəyyən qədər məhdudiyyət qoymaqla
Uşağı bunları bu cürə cəzalandırmaq olar da. İndi müəyyən şəriətdə də var da, hansı həddə necə olar, onlar da inşallah müraciət edə bilərlər. Amma övlad tərbiyəsinə toxunmuşam, ən gözəl hədiyyə kitabında mövzuya geniş toxunmuşam. Bəli. Əli sual verir. Salam əleykum, axşamınız xeyir. Hacı, hədislərə inanmayana nə demək olar? Deyə inanın da, yəni neyniyək olar? Hədislər axı inanmasan dini düz anlaya bilməzsən. Dini düz başa düşə bilmərsən. İstədiyin kimi, onda başlayacaqsan hər şeyi öz istədiyin kimi yozmağa. Başa düşdün? Hədisləri qoy, namazı istədiyin kimi qılırsan. Hədisləri qoy, orucu istədiyin kimi tutacaqsan. Onda bəndə olmayacaqsan ki, öz istədiyin kimi yaşayacaqsan. Elə dində gəlib təslimiyyətdir də, Allahın buyruqlarına itaət elə, Allahın buyruqlarına hərəkət elə. Hədisi qoysan, necə gecsən Allaha tərəf? Necə hərəkət edəcəksən Rəbbinə tərəf? Necə yol tapacaqsan Rəbbinə tərəf? Həccin əməl edəcəksən, üzr istəyirəm. Həccə getdin, çatdın. Həccin hədislərinə götürün, baxın, həccin əməllərinə baxın, nə qədər hədislər də gəlib. Onda aləm deyəcək bir-birinə axı. Yəni, siz, bəli, ətiyullah və ətiyur rəsul toxunmaq siz. Axı, siz hədisi qoysa, dini düz başa düşənmərsiniz. Dini düz başa düşənməyəcəksiniz. Başa düşürsünüz. Yəni, namazı necə qılacaq? Sual. Başa düşdün? Onda ürəyim istədiyim, bilirsiniz, hədisi qoymaq kənara, dini istədiyin kimi təqdim eləməkdir bir köküdə. Salata gedib himayə deyəcəklər də. Hədisi qəbul etməyənlər. Bilirsiniz, necə əzizim, yəni bu istəyirəm deyim ki, onda ibadətlər öz istədiyimizin şəklini alacaq. Necə eləyək? Əsas ürəyimiz təmiz olsun, qurban olduğum Allah belə istəyib, başlayaq namazı belə qılaq, başlayaq həcci belə eləyib. Yaxşı, elə öz istədiyin kimi eləməkdir, hədislərə qulaq as da. Peyğəmbər niyə göndərib Allah? İmam niyə göndərib Allah Teala? Elə göndərib ki, o dönəm üçün, 23 il üçün göndərdi Peyğəmbəri. Quran-ı Kərim deyir, biz səni rəhmətən lil aləm, bütün aləmlərə rəhmət olaraq göndərdik. Yaxşı, biz səni müəyyən bir zaman üçün, müəyyən bir məkan üçün göndərmədik ki. Biz səni bütün insanlar üçün göndərmişik. Onda belə çıxır ki, Peyğəmbər yalnız o 23 ilin dönəmində olan insanlar üçün gəlmişdi. Onların Peyğəmbər, onu mənim Peyğəmbərim deyil. Bir dənə missiyası buymuş, Quranı gətirsin mənə. Yəni, bir dənə Cəbrailin missiyası Cəbrail missiyası idi. Bitdi, getdi. 23 il Peyğəmbər bu qədər gətirdiniz, məhdud elədiniz. İmamı da bu qədər, bitdi də. İmam, Peyğəmbər qutardı. Niyə atırsan hədisləri ki? Niyə qoyursan kənara ki hədisləri ki? Nədir bizim çətinliyimiz ki? Niyə istəmirik Peyğəmbərin sözünü qəbul edək? Niyə istəmirik imamların sözünə işidək? Nədir bizim dərdimiz? Aydındır. Axı, Quran-ı Kərim özü buyurur ki, لِتُبَيِّنَ bəyan eləsin Peyğəmbər. Axı, Quran-ı Kərimdə bir ayə Peyğəmbərin ayələri oxu deyir əzizə Allahım. Huvəl-ləzi bə'sə fil-ummiyyinə rəsulən yətlu aleyhim ayati. İşin tilavətdir. Tilavət nədir? Olduğu kimi oxu. Amma bir işi nədir? لِتُبَيِّنَ لَهُمْ مَا نُزِّلَ إِلَيْهِمْ Peyğəmbər bir işində bəyandır, tilavət deyil. Bəyan nədir? Yəni, tilavət elədiyin ayələri bəyan elə. Bəyan elə, yəni nə? İzah ver. İzah eləyəndə nə oldu? Hədis oldu. Yaxşı, bu ayəni nə edin onda sən? Bu ayə əməl eləmirsən? Yu'minuna bə'd və yəkfuruna bi bə'd. Bəzi ayələri iman gətirək, bəziləri atırıq. Dini xoşladığımız kimi istəyirik qəbul edək. Yoxsa din olduğu kimi qəbul eləmək istəyirik. Hansıdır? Baxın, bu çətin həqiqətən bəzi vaxtlar, bəziləri bilmirlər. Mən onları qınamıram. Bu, Quran deyirlərə, bəzi Quran deyir. Onlar bilmirlər. Onlara izah verək, görüşlərim də olub, izah da demişəm. Yəni. Amma bəziləri elə tutduğundan buraxmaq istəməz. Yox, o belədir. Cəmaatı da səhv istiqamət verir. Cəmaatı da uçuruma aparır. Ona görə din təhrif olar, hədislər atsız. Qalar kənarda. Onda sən din və iman gətirək. Sən din və iman gətirək. Bismillahirrahmanirrahim. Sən hədislərə qulaq asaydı başı. Sən hədislərə qulaq asmaq olar, amma Peyğəmbər hədislərə qulaq asmaq olmaz. Hədislərin sözdür də. Buyur, Bismillahirrahmanirrahim. Kişinin hədislərinə qulaq asın. Nə oldu sən sözünə qulaq asırıq, Peyğəmbər sözünə niyə qulaq asmaya? 14 əsr bundan öncə gəlib. 14 əsr bundan öncə gəlib, söz gəlib bizə yetişəməz. Tarixlər oxumuruq, tarix kitabları oxumuruq. Bundan öncə, eradan öncə olan hadisələri oxuyuruq, onları qəbul edirik. Amma 14 əsr bundan öncə Peyğəmbər sözün qəbul niyə? Nə üçün? Çata bilməzdi bizə. Niyə çatmayıb ki? Aydındır. Mövzunu uzatdıqca gəlib çıxacaq çox uzaqlara. Ona görə hədislərsiz dini düz başa düşənməliyik. Hacı, həm də çox təhlükəli bir tendisiyadır. Yəni, bəli, tarixə baxsa, xavaricilər belə bədbəxt oldular da. Yəni, ancaq dedilər, Allah bizə bəsdir, kitab bizə bəsdir, Quran bizə bəsdir.
İmam Peyğəmbəri qəbul etmədilər. Day nə oldu? Bu din nə oldu? Ruhsuz bir din, Bəli. soyuq bir din, sönük bir din, məhəbbətsiz. Salavat olmasın. O dində ki salavat olmadı. O namazdan o salavatı çıxardaq. Əssalamu aleykə eyyuhan nəbiyyə. Doğrumu? Ya bu nə din oldu da? Bu dinin baniləri, bu dini bizə sevdirən Peyğəmbər İmam Əhl-i Beytdirsə, biz onların hamısını qoyaq kənara, mənə Allah bəsdir, Allah yetər, Allah mən o bəzi sözlər də düzəldirlər, belə qulağa biraz yaxşı gəlir də. Allah bizə yetər, Allah mənim dostumdur, Allah ürəyimizdə, qəlbimizdə. Vallahi biz də o dedik amma Əslində bəli, onu deyir. Amma bu vasitələr bəli 100% siz təsdiq edirəm, düz deyirsiniz. gir bağa acı, təsəvvürün bağbansız bağa yerdə, bağban sən çıx get buradan. Bu bağ mənə xoş gəlir, gözəl gəlir filan. Bilirsiniz, hədisləri qoymaq, yəni öz istədiyin dini yaratmaq deyə. Tam doğru. Biz bir var din olduğu kimi qəbul etmək. Quranda bir ayə var. Dillənmə yədxul iman fi qulubikum. İman elə qəlblərinə daxil olmayıb. Yaxşı. Görünən bu da Allah istəyir, budur, iman qəlbinizə daxil olsun. Din qəlbinizə neynəsin daxil olsun. Bir dənə də Quranda bir ayə var. Onu bir müfəssir maraqlı izah verirdi. İzə cəə nəsrullah vəl fəth fərayətən nəs yədxulunə fi dinillahi əfvəcə. Deyirdi bu ayədə elə ki Məkkə fəth oldu, dinlə insanlar dəstə-dəstə dinin içinə daxil oldular. Deyilmi? Din bulan qəlbinə daxil oldu. İnsanlar dinin içinə daxil oldular. Maraqlı bir şeydir. Bunu bir müfəssir belə izah verir. Deyirdi bir var ləmmə yədxulu iman fi qulubikum, iman gəlir, din gəlir, biz din qəlbə daxil olur. Yəni olduğu kimi qəbul. Bir də var sən din içinə girirsən. Başdan dini sən istədiyin kimi istiqamət verməyə. Ona görə Əziz Allahımız axırında buyurur fəsəbbih bihamdi rabbik və estəğfir. İşin çətindir sənə bundan sonra Məkkənin fəthindən sonra. Çox subhanallahdır, çox əlhəmdülillahdır. Allahdan güc istə, qüdrət istə ki, bunun altından çıxasan. Çünki yədxuluna fi dinillahi əffaca. Bunlar daxil olurlar dinin içinə. Din bulanın qəlbinə neynəmir? Hələ gəlib daxil olun. Bir müfəssir buna belə izah verirdi. Və Quranı yalnız bu şəkildə imamdan ayırmaq, peyğəmbərdən ayırmaq, müəllimlərindən ayırmaq, elə bir girmisən sinifə deyirsən, mənə bu kitab yetər, müəllimi istəmirəm. Başlayırsan özünə səhv başa düşməyə, səhv istiqamət verməyə. Öz istədiyin kimi başa düşürsən. Bir dənə maraqlı hədis var, çıxdı qabağıma keçən dəfə deyirdi ki, sual böyüdü ya maşallah kim sual verib. Deyir Quranla bağlı, Əl-Quran mə'dəbətullah. Quran Allahın açılmış süfrəsidir. Amma mə'dubə kəlməsi ərəb dilindən o süfrəyə deyirlər ki, içində hər şey var. Boş süfrəyə demirlər. Yemək var içində. Deyir Allah deyir ki, Quran bir süfrədir, içi də doludur. Heç nə qoyma ora. Heç nə gətirib atma ora. Yiy oradan. Yəni nə mənada? İstədiyin fikirləri doldurma bu süfrənin içinə. O süfrədən götür fikirləri, düşün, tədəbbür elə. Quran-ı Kərim insanı düşünməyə dəvət edir. Əfəla tədəbbərun, niyə düşünmürsünüz? Yəni niyə əqlinizi işə salmırsınız? Amma istiqaməti hardan al? Qurandan al, Peyğəmbərdən al, imamdan al, əqildən və vəhiylə bu mənada bəli, düşüncələri işə sal. Amma istədiyini təhmin eləmə. İstədiyin dini yaratma. Yaxşı? Bu ona görə hədisi qoymaq kənara, istədiyin şəkildə dini salmaqdır. Bir mənası da budur. Allah özü bizə kömək olsun. Amin. Amin. Növbəti suallara keçid alaq. Salam olsun. Rağib yazır. Ya Rağif yazır. Qəribə bir addır, gözəl addır eyni zamanda. Salam olsun. İşlərimi və ibadətlərimi necə qaydasına, proqrama sala bilərəm və pessimist həyat tərzindən necə kənar qalmaq olar, xüsusilə bu dövrdə? Bəli, Allah razı olsun. Bizə dinimiz nikbin olmağı tövsiyə edir. Amma ümidlə yaşamağı tövsiyə edir. Boş arzularla deyil. Quran-ı Kərimdə boş arzularla bağlı əmani kəlməsi gəlib. Yəni, puç arzular. Səy göstərmədən, cəhd etmədən edilən arzular. Oturmuşam evdə, uzanmışam, arzu edirəm. Bir əlimi ağdan qaraya vurmaq istəmirəm. Deyir, o bir nəfər tənbəl var imiş ki, o qədər tənbəl imiş ki, əlini ağdan qaraya vurmaq istəmir. Görür yanındakı bir nəfər hacəti də var, axı, istəyi də var. Əlini ağdan qaraya vurub gəlib onu götürmək istəmir. Görür bir nəfər yanındakı dua eləyir. Bu da indi istəyir dua eləsin də, amma dua eləmək üçün nə lazımdır? Sözlər demək lazımdır, bəzi sözləri zikr eləmək lazımdır.
yanındakına deyir ki, sən Allah, mənə yerimi özünü Allahdan istə ginəndə. Yəni ona da tənbəllik edir bəzi insanlar. Oturub evdə arzu edin, boş arzuya bir şey verməsən. Amma o ki, qaldı ümidlə yaşamaq, ruhdan düşməmək, belə deyək, bu aləmin yaradanı var, bu aləmin xaliqi var. Siz əgər səy göstərsiniz, cəhd eləsiniz, mütləq və mütləq bilin ki, Allah cavab verəcək. Yəni, üzülməyin. Sizin etdiyiniz yaxşı əməllərin təşəkkürü verilməsə, təşəkkürünü Allah verəcək. Allahın bir adı Şakirdir, bir adı Şəkurdur. Şakir yəni təşəkkür eləyən Allah, Şəkur yəni çox təşəkkür eləyən Allah. Allah bir yolla sizə təşəkkür eləyəcək. Bir yolla sizin əlinizə tutun. Niyə bəzi vaxt insan pessimist olur? Görür ki, cəmiyyət olduğu kimi bunu dəyərləndirmir, bunu yaxşılıqlar eləyir, yaxşılıqların cavabını müsbət görmür. Amma narahat olma. Oradan gəlməyəcək cavab, başqa yerdən cavab gələcək. Üzülmə. Möhkəm dayan. Quranda bir ayə var, buyurur Əzza Allahımız ki, min heysu la yəhdis. Deyir ki, ayə adıma düşər deyərəm, deyir, güman eləmədiyiniz yerdən sizə neyniyərəm, sizə ruzilər verərəm. Güman eləmədiyiniz yerdən. Adam buradan gözləyirdi. Oradan gəlmədi. Hardan gəldi? Başqa yerdən gəldi. O niyə oradan gəldi? Çünki sən başqa yerdəki yaxşılıq eləmişdin. O verəmədi yaxşılığı. Allah başqa yerdən sənə təşəkkür elədi. Allahın qəribə işlərindən biri də budur. Bəli. Başımıza gəlib çox. Bəli. Ona görə pessimist olmaq lazım deyil. Bu mənada ki, bilin ki, ən azı təşəkkür edən Allahımız var. İkinci hədəf qoyun, hədəfi üçün bir hədəfi olmalıdır bir insan həyatda. Addım. Heç olmasa kiçik addımlarla da olsa belə addımlar atın və hərəkət edin. İnşallah ki, Allah sizi müvəffəq eləsin. Amin. Hacı, sual verirlər Mürtəza Məmmədov. Yazı salam Hacı, necəsin? Ayə yadıma düşdü. Min heysu la yəhtəsib. Güman eləmədiyi yerdən ruz verim. Deməli, zəhmət olmasa Bəqərə surəsinin 1-ci ayəsinin mənasını izah edərdiniz. Bəqərə surəsi 1-ci ayə. Bəlkə əlifləm mimi deyir. O Peyğəmbərdən soruşur. Keçən də izah vermişdim amma ya. Yəni zəlikəl kitab deyirdi. Zəlikəl kitabu la raybə fihi hudən lil muttaqin. Allah deyir bu kitab, yaxud düz deyim, o kitab. Quran-ı Kərimdə kitabla bağlı, Quranla bağlı iki cür kəlmə gəlib. Hadəl kitab, bu kitab, zəlikəl kitab, o kitab. Zəlikə uzağa işarədir. İstəyir Allah desin, bu Quran bir batini var. Bu Quran zirvələrdədir. Bu nazil olunub düzdür. Onun bir batini də var. Paklaşdırsa batinlə neynərsiniz? Əlaqə qurarsınız. Allah da başqa bir ayədə buyurur, İnnəhu lə Qur'anun kərim, la yəməssuhu illəl mutəhhərun. Deyir, o batinlə də əlaqə qurmalısınız, mütəhhər olmalısınız, pak olmalısınız, paklaşmalısınız. Təaləf, Allah deyir, qalxın, ucalın, yerdə qalmayın. Baxın, ayə maraqlı bir ayədir, əslində bu bir iki kəlmə deyim də. Bəzi insanların həyatı, Quran buyurur, yəmşi alə bətnihi. Yalnız bir müfəssir belə izah verir, yalnız qarnı üçün yaşayır. Yerdə yaşayır. İstəqəltum iləl ərd. Yerdən qopmaq istəmir. Yalnız maddi maraqlar. Duaları da yalnız maddi istəklərdən ibarətdir. Musaya deyirlər, yuxricnənə mimma tunbitul ərd. O yerdə olanlardan istəyirik, o yerdə bitənlərdən istəyirik. Allah göydən ruzu göndərir, bunlar yerdən yapışıblar. Dedələ yerdəkiləri istəyirik, bunlardan versinlər. Allah deyir, fissəmai rizqukum. Sizin ruziləriniz aradır, səmadadır. Bəzi ruziləriniz var, gələk pərvaz eləyəsiniz. Səmalara ucalasınız, o ruziləri götürəsiniz. O ruziləri də götürməyin yolu paklığınızdan keçir, mənəvi paklığınızdan keçir. Nə qədər ki, insan napak qalır günahlarla, yerdə ilişib qalır. Yerdən qopmur. Ona bir yerdə Allahımız buyurur ki, لَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا. Biz filan kəsi deyir, ucatmaq istəyirdik. لَرَفَعْنَاهُ. Amma ilişdi. وَاتَّبَعَ هَوَاهُ. Həva istəyinə yapışdı. Dünya maraqlarında qaldı. Maddi istəklərdən qopmadı, ucaltmadıq. Amma İdrisdən danışadır, رَفَعْنَاهُ məkanən əliyyə. İdrisi ucaltdıq yüksəkliklərə. Aydındır. Deməli, bəzi neymətlər var ki, fissəmai rizqukum. Səmalardadır. Mənəvi səmalardan söhbət gedir. Təbii. Bu maddi səmadan söhbət eləmirəm. Material aləmindən danışıram, metafizik aləmindən danışıram. Və Quranın da bir batini var. O Quranın batinində mənəvi səmalardır. O Quranın batinindən də əlaqə qura bilən insanların xoş olsun Allah. Onun da yolu insan mənəvi paklığından keçir. Bu ayədə Əzza Allahımız zəlikəl kitab deyir. O.
Yəni bir növ ona işarə edir. Sonra deyir zəlikəl kitab la reybə fihi. Bu kitabda nə yoxdur? Reyb yoxdur. Şübhə yoxdur. Başqa ayədə buyurur in kuntum fi reybin mimma nazzalna ala abdina fa'tu bi suratin. Əgər şübhəyə düşsüz, ona bir surə gətirin. Ayəmə baxın. In kuntum fi reybin. Siz olsuz şübhədə. Bu kitabda şübhə yoxdur. Şübhə müşkül süzdədir. Süzsüz ki, hər şeyə şək şübhə ilə yanaşırsınız. Orada şək şübhə yoxdur. Pakdır o. Sən pak görə bilmirsən. Təmizdir qarşıdakı. Sənin eynəyivə ləkə düşüb deyənə ləkəli görürsən. Elə bilsən ləkə oradadır. Ləkə eynəydədir. Orada ləkə yoxdur. Ona görə də in kuntum fi reybin. Reyb eynəyivizdədir. Şübhə vücudunuzdadır. Girim özə deyir fi reybi. Reybin içindəsiz. Başqa bir ayda fi reybihim yetərəddədun. Var gəl eləyirlər şübhələr içində. Şübhə, şübhə, şübhə. Adam şübhə ilə yaşaya bilməz. Şübhə ilə yaşaya bilməz. Şübhə adamı öldürər. Ona görə bəzi insanlar ruhu belədir. Hələ hər şey şübhə, hər şey şübhə. Yaxşı. Şübhə yaxşıdır, şək yaxşıdır ki, adam yəqinə yetişsin. Amma ilişib qalsa orada pisdir. Dayanacaq nöqtə olsa pisdir, pilləkan olsa gözəldir. Yaxşı. Zəlikə kitablara bir hudən lil muttəqin. Bu kitabda deyir nədir? Hidayət edilir. Kimləri hidayət edəcək? Müttəqiləri. Təqvalı olsuz, hidayət edəcək. Bu təqvanı da bölürlər iki hissə. Bir təqva var ki, insan onu qazanır. İnnə əkrəməkum indallahi ətqakum. Allah qatında təqvalılarınızdır kəramətliler. İnsan o təqva necə qazanır? Davamlı əməllə, ixlaslı əməllə təqvanı qazanırıq. Təqva nədir? Təqva insanı qoruyan bir sipərdir, ruhdur. Məsələn, Allah Teala Quran-ı Kərimdə deyir ki, Ya eyyuhəl-ləzina amanu kutubə aleykumus-siyam kəmə kutubə aləl-ləzina min qablikum ləalləkum təttəqun. Ay möminlər, bu kitabı sizə nazil etdik, hə? Deyib, biz sizə orucu vacib etdik, düzdür? Niyə vacib etdik? Təqvalı olasınız. 30 gün oruç tutun ki, təqva ruhiyyəviz yanansın. Davamlı əməl insanın təqva ruhiyyəsini yaradır. Təqvanın xüsusiyyəti nədir? Elə ki, təqvalı insan oldu, İnnəmə yətəqəbbəlullah minəl muttəqin. Allah təqvalılardan qəbul edir. Elə ki, təqvan oldu, kəramətli olursan, İnnə əkrəməkum indallahi ətqakum. Elə ki, təqvalı oldun, Allah furqan verir insana. Bir yerdə Əzza Allahımız buyurur ki, mən o təqvalı insanlara nə verərəm? Furqan verərəm, haqla batılı ayırmaq verərəm. Təqva bir gücdür, sipərdir, vəqayə kəlməsindən götürülür. Vəqayə, viqayə ərəb mənşəli kəlmədir, döyüş meydanında əldə olan sipərə deyirdilər. Yəni, düşmənin müqabilində olan sipərə deyirlər. Çünki şeytan hücum edir, əlində bir təqvan olmalıdır ki, onun qabağına dayana biləsən. Təqva gücdür, ruhun qüdrətidir. Elə ki, insanın ruhu qüdrəti oldu, nə edir? Möhkəm dayanır, sabitdir, ayaqları möhkəmdir, qalu Rabbin Allah, summa istəqamudur. Elə ki, dedilər, Rəbbimiz Allah və möhkəm dayanırlar və hərəkət edirlər. Amma bir təqva da var, fitri təqvadır. İnsana Allah fitrətən verib o təqvanı ki, insana Allah sanki güc verib, qüdrət verib ki, insan necə yaşasın, ibadətə qarşı məhəbbət verib, günaha da qarşı nifrət verib. Həbbəbə ileykum əl-imanə zəyyənəhu fi qulubikum. Hucurat surəsində deyir Allah, məhəbbət verdi sizə imana qarşı, həbbəbə. Və zəyyənəhu, zinətləndirdi onu sizin vücudunuzda. Bu fitri təqvası olanlar, o fitri təqvadan istifadə eləsələr, bu kitab neyniyər onları? Hidayət edir. İçindəki vaizə qulaq assın, bu kitab sənə hidayət edəcək. Bir dənə ayə, hədis var, deyir, içindəki vaizə qulaq asmasın, çöldəki vaiz sənə bir şey eləməz. İçindəki vaiz həmən o fitri təqvadır bir mənasıda. İçimizdə bir fitri bir təqva da var. Bunu Əllamə Əl-Mizanda gətirib, izahlar verirdi təfsirdə. Bu lütfdir, Allahın verdiyidir, bir mükafatdır. İkinci təqvanı insan əziyyət çəkə-çəkə, bu Quranın hidayətinə qulaq asa, qazanmağa başlayır, çoxaltmağa başlayır. Ona görə təqvanın da nələri var? Təqvanın da dərəcələri var. Əslində Allah təqvanın toxumunu qəlbimizdə səpib. Bunu çoxaltmaq lazım. Bir mənası da budur. Güzel. Hacı, bir məsələyə toxunmaq istərdim. Bir diqqət edirəm. Suallar Quranla bağlı çoxlu suallar. Yox, xoşdur mənə. Çox gözəldir. Əslində mən nə işarə vurmaq istəyirəm? Yadınıza gəlirsə, Ramazan ayından sonra dediniz ki, bir Quran təfsir proqramı olsa. Bəli, arzum idi. Sonra bu canlı yayın gəldi gündəmə və indi neçə həftədir yayımlanır.
Artıq suallara son vaxtlarda fikir verirəm ki, ancaq Qurandan xahiş edirlər əzizlərimiz, izləyicilər ki, bəs filan ayənin təfsiri, filan ayənin Xoşdur, təfsiri. xoşdur. Maşallah bu proqram artıq demək olar ki, təfsir proqramı Quranla. olub. Çox sevindirici bir haldır. Şükür, Düzdür, şükür. müxtəlif suallar var, əlbəttə. İndi mənim qarşıma çıxanlar adətən bəzən olur, indi fikri suallar olur, ötürürəm və yaxud da suallar ötür keçir nəzərimdən yayınır. Amma nədənsə bu kimi suallar qarşıma çıxır, çox yaxşıdır, Allah yaxşı sizdən haldır razı olsun. və sizin təfsirinizdə xüsusi bir şirinliyi var. Adam istəyir elə dinləsin. Möhtəşəmdir həqiqətən. Allah güc qüvvət versin hacı sizə inşallah. Çox sağ ol. Belə suallar olsa çox yaxşıdır həqiqətən də. Yenə də keçək, bir 5 dəqiqəmiz var. Yenə də sualları səsləndirim. Salam, daxilimizdəki hərislik hissini öldürmək üçün çarə nədir hacı? Hərislik. Bəli. Axı hərislik nəyə hərisdir insan? O bir dənə özü bir mövzudur da. İnsan elmə hərisi olması nə gözəldir. Yəni insan elmə nisbət doymasın, hərisi olsun, yaxşıdır. İnsan belə deyək də, İbadətə hərislik ola bilər. yəni bu mənadakı mənəviyyata nisbət hərisdə doymur ibadətdən, mənəviyyatdan, insanlara xidmət eləməkdən zövq alır, ləzzət alır. Bu mənada deyirsinizsə, hə nə gözəl. Amma bir də var insan hərisdir dünyaya. Dünyaya bağlıdır. Nə özü yeyir, nə yedirdir, hey yığır. Bəzən onlar belə düzdür. Hələ yığsın, hələ bir nə xeyri var, nə özünə xeyri var. Ona görə insanları bölüblər. Hədislərə baxın. Deyir, insanlar 4 qrupa bölünür. Qoy deyim hədisi sizə. Deyir, kərimun, səxiyyun, bəxilun və şəhihun. Kərim kimdir? Səxavətli kimdir? Səxavətli deyir ki, yəqul yuti, yedirdir. Kərim kimdir? La yəqul yuti. Hərdən özü ac qalır, amma yedirdir. İnnəma nut'imukum livəcihillah. Əhl-i beyt özləri yedirdilər, özləri iftarda ac qaldılar. Üçüncü qrup bəxilun. Bəxil kimdir? Yəqul la yuti. Yeyir, yedirtmir. Yalnız özü. Bəs ondan da pisi varmı? Ləim gəlib, şəxih yox. Ləim, bəxil və ləimun. Ləim kimdir? Deyir, və la yəqul və la yuti. Nə yeyir, nə yedirtir. Yığır da maşallah. Daşı daşına qoyur, tikir özü üçün, belə yığır. Özünə də baxmır ha. Yəni, belə adamlar hərdən olur da. Yəni ki, hədisdə varsa belə insanlar da var. Allah özü kömək olsun. Hərislik bu mənadası pisdir. Hə, bununla necə mübarizə aparmaq olar? Başa düşsək ki, onlar bizdə olanlar müvəqqətidir, bizə verilib və biz onu ilə qazanmalıyıq axirətimizi, biz onu ilə abad eləməliyik dünyamızı, biz onu ilə qazanmalıyıq aqibətimizi. O bir vaxt əlimizdən çıxacaq, bir dənə kəfən götürüb aparacaq, qutardı, getdi. Yaxşı. Bir də bu Allahın mənə verdiyidir, Allahınkidir, mənə verib, məni imtihan eləyir. Quranda ayədə Allah deyir, mənim verdiklərimin eləyin, verin. Yəni mənimdir də, verin Allahın yolunda. Amma bəzi insanlar Yasin surəsinə baxın, deyir ki, Allah sizi də özü verərdi, biz niyə verək? Allah elə sənə verib ki, sən verəsən də. Allah vasitələrlə iş görür də. Allah bu küll alemi vasitələrlə qurub. Görsən, yağışın yağması üçün buludu yaradıb, nəm küləyi yaradıb, buludu buluda vurur. İşıq üçün, belə deyil, istilik üçün günə. Vasitələrlə iş görüb də. Burada da metafizik tərəfi mələklərdir, mələkut aləmi var bunun. Allah da sənə verir, səni imtihan eləsin də. Səni də uzatmaq istəyir axı. Özü verə bilərdi ona, amma sənə verib ki, sən verəsən. Bu da sənə bir şərəfdir. Şərafətdir, sən əli ilə iş görmək istəyir. Olmaq istəmirsən, yədullah. Allah əli olmaq istəmirsən, Allahın əta edən əli olmaq istəmirsən, Allah başqasının əli ilə də vermək istəyir də. Ver əlindən sonra əli öp ki, İmam Baqirdən danışırlar ki, əta eləyəndən sonra deyir, öz əlini öpərdi, deyirdi ki, yəxuzuz sədaqat ayəsi var Quranda. Allah sədaqələri alır. Deyir, əlim Allahın rəhmət əlinə deyildi. Həm özün Allahın əli ol, həm əlin Allah əlinə deysin. Həm bu tərəf, həm o tərəf. Bir vasitə oldu ortada. Yalnız özün üçün yaşama da, yalnız balaların üçün yaşama. Övladların üçün yaşama. Bir daha az qaldı. Az qaldı, həqiqətən çox az qaldı. Gedirik. Allah bizə ömür versin ki, xidmət edə biləyim. Amin. Hacı, son sualı səsləndirir. Necə məsələdir sizdə? Bizim izləyicilər yenə narahat olacaq ki, bu qədər suallar qaldı.
Vaxt təbii ki, imkan vermir buna. Bəli. Salam, savablar günahları silirmi? Aygün Sadıqova yazır. Ayə var Quranda. Ayə indi dedikcə yadıma düşdü ki, İnnəl həsənat yuzhibnə seyyiat. Yadıma düşdü, şükür Allah. Gözəl əməllər, həsənələr neyniyər? Pisləri silər. Onun da bir mənası namazla əlaqələndirirlər ki, insan namaz qıldıqca insanın namazı neyniyər? İnsanın o pis əməllərini aradan qaldırar. Yaxşı əməl insanın günahlarını da silir. Yaxşı əməl insanın günahlarının bir bəlası olduqca bəlanı da dəf eləyir. Yaxşı əməldə bu xüsusiyyət var. Amma o yaxşı əməldə gəlin olsun, ixlasla olsun, gözəl şəkildə olsun ki, o yaxşı əməl işini görsün, pislikləri silsin. Bəli, Allah bizə o gözəl əməlləri icra eləməyi nəsib eləsin inşallah.